İran Ali dini lideri Ali Xameneyi Tehrandan köçürülüb. Özdə Əfqanistan istiqamətində bunkerların birinə yerləşdirilib. İranın ali rəhbəri Ali Xameneyi Amerika Birləşmiş Ştatlarının hücum etməsi ilə bağlı artan narahatlıqlar fonunda Tehrandakı xüsusi yeraltı sığınacağa köçüb. Xameneyi artıq Tehranda deyil, Tehranı tərk edib. Xameneyi 20 nəfərə qədər yaxın çevrəsi və ailə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunma variantını nəzərdən keçirir. Rusiyalı jurnalist Abbas Cümə öz rəsmi Telegram kanalında maraqlı bir paylaşım edib. Paylaşımında bildirib ki, ekspert səviyyəsində İrana zərbə indiriləcəyi kifayət qədər dəqiqliklə proqnozlaşdırılmışdı. ABŞ İsrail hücumunun əsas hədəfinin yüksək ehtimalla Ayətullah Əli Xameneyi və onun ən yaxın çevrəsi olacaq regiondakı vəziyyəti az da olsa izləyən hər kəs üçün aydın idi. Aydındır ki, İran rəhbərliyi də bunu tam anlayırdı və belə bir hal üçün dəqiq fəaliyyət planı hazırlamışdı. Nəticədə, ölkə rəhbərliyinin müvəqqəti yoxluğu şəraitində belə İranın əvvəlcədən müəyyən edilmiş hədəflərə cavab zərbələri indirildi və indirilməkdə davam edir. Eyni zamanda dərhal kadr rotasiyası aparıldı. Dövlət başçısının səlahiyyətlərini icra edən şəxslər təyin olundu və İslam İnqilabı Keşikçiləri Korpusuna yeni komandan gətirildi. Bütün bunlar göstərir ki, İranın siyasi sistemi seismik dayanıqlı təməl üzərində qurulub və ən kritik səviyyələrdə belə maksimum sürətlə uyğunlaşa bilir. Lakin bu, hələ də bir sualı cavablandırmır. Niyə Ayətullah Xameneyi bunkerə enmədi və ya özünü və yaxınlarını təhlükəyə atmadan sakit şəkildə döyüş əməliyyatlarını idarə edə biləcəyi gizli iqamətgaha köçmədi? گفتم رفته روسیه گفتم رفته روسیه تو خونه خودش شهید شد تو خونه خودش شهید شد. Burada işə din ve ideolojiye karşı. Xameneyi'nin ölümü İran'ı zayıflatır mı yoksa direnişi güçlendirir mi? Bir liderin ölümü bazen bir rejimin sonu olur. Ama İran söz konusu olduğunda denklem o kadar basit değil. Çünkü İran siyasal kültüründe ölüm kayıp değil, aynı zamanda toplumu konsolide etme aracı. Şii geleneğinde Hazreti Hüseyin'in Kerbela'da şehit edilmesi ise yalnızca tarihsel bir olay değil, kimliğin ve direnişin merkezi. Yüzyıllardır canlı tutulan bu seçilmiş travma toplumsal hafızayı diri tutuyor. İlk baxışda adi məntiq və klassik politologiyanın çərçivəsindən kənara çıxan metafizik amil. Ancaq diqqətlə baxdıqda hər şey öz yerini tapır. İranın ali rəhbərini anlamaq üçün bunları nəzərə almaq lazımdır. 1. Xameneyi səmimi mömindir və onun üçün ən yüksək dəyər cənnətə qovuşmaq perspektividir. 2. Onun prioriteti 1979-cu ildə qurulmuş sistemi qorumaqdır. Bu məqsəd üçün o, hər şeyə gedər və hər şeyi ilk növbədə öz həyatını qurban verər. 3. Bu kontekstdə ləyaqətli ölüm ləyaqətli həyatdan daha qiymətlidir. Xüsusilə də Allah Ramazan ayında şəhid olmaq kimi nadir fürsət bəxş edəndə məhz İmam Əli bu cür dünyadan köçmüşdü. Beləliklə, ruhani lider həyatda daha çox öz rifahı və ailəsinin təhlükəsizliyi barədə deyil, quruluşun qorunması və müvafiq ideya və dəyərlərin yayılması yolu ilə möhkəmləndirilməsi barədə düşünür. Xalqın rifahı da yalnız bu prizma ilə qiymətləndirilir. Axı ona və tərəfdarlarına böyük bir missiya, Məsihin zuhurunu gözləmək həvalə olunur. Ona görə də daim düşünən və plan quran fəqih aydın nəticəyə gələndə ki, onun gedişi ümumi işə daha böyük fayda verəcək, sağ qalması isə ya fayda verməyəcək, ya da zərər gətirəcək. O yeganə düzgün qərarı qəbul edir və sakitcə gedir. Ayətullah Ruhullah Xomeyni vəfat etdikdən sonra onun ideyaları dünyaya yayılmağa başladı. Ramazan ayında şəhid olmuş Xameneyinin ölümü ideologiyanın sementi ola bilərdi. Ölü rəhbər rəqibləri üçün diri rəhbərdən daha təhlükəlidir. Beləliklə, bunkerə enməmək və öz iqamətgahında qalmaq qərarı İranın xüsusi xidmət orqanlarının səhvi deyil, Seyid Xameneyinin şəxsi qərarı idi.